Mişahin bəy, belə bir halla da biz çox rastlaşırıq. Bəylərdə var ki, əlaqə istəyirlər, yəni xanımlarla cinsi əlaqə istəyirlər, amma münasibət istəmirlər. Onda bu nə halın pozğunluğudur? Yəni bu nə haldır belə? Bilirsiniz, bu kişinin təbiət etibarilə biz dedik ki, daha çox yerə səpələnmək istəyir. Bu mənim qarşılaşdığım çox maraqlı bir situasiyadır. Nəyə görə? Çünki mən sadəcə Azərbaycanda fəaliyyət göstərmirəm. Eyni zamanda Türkiyədə, Avropada, Amerikada, dünyanın bir çox ölkələrindən mənim seanslarıma gələn pasientlər olur, aktyorlar olur. Mən uzun müddət boyunca bu elədiyim çalışmalarda və tədqiqatlarda coğrafi olaraq demoqrafik şəkildə münasibət problemlərini müəyyən kateqoriyalara bölmüşəm. Və görürük ki, bu sizin dediyiniz hallar daha çox bu bizim coğrafiyalarda biraz daha çoxdur. Yəni, Avropa, Amerika, daha çox qərb ölkələrinə nisbətən buralarda biraz daha çoxdur. Əslində belə biraz yaxşı çıxmır, amma deyirlər ki, bizim kişilərin gözü acdır. Belə bir deyim də var. Bilirsiniz, bu aclıq baxır nəyə? Diqqətə, qayğıya, sevgiyə mi, yoxsa fiziksel şeylərə mi? Seksual aclıq deyirlər. Şərq ölkələrində bu var. Məsələn, çox müşahidə olunur bu. Şərq ölkələrində bu var. Və şərq ölkələrindəki müəyyən bu mentalitet, ondan sonra dini inanclar gərəyi, bəli, seksual mövzularda təzyiqlər, baskılar olduğuna görə, ona görə də kişilərdə və qadınlarda bu aclığın yaranması təbii haldır, normaldır. Ancaq ki, bu dəyərlər zaman-zaman indi dövrümüzdə biraz dəyişməyə doğru gedir. Məsələn, qərb ideologiyasındakı bu azad cinsəllik kimi anlayışlar yavaş-yavaş inteqrasiya olmağa doğru, yəni inteqrasiya olduqca toplumun və cəmiyyətin pozulmasına biraz gətirib çıxara bilir. Amma balans hər zaman qorunub saxlanılır. Burada indi sadəcə cinsəllik istəyən, münasibət istəməyən kişinin də əslində yaranmasının səbəbi mən öz seanslarımdan yola çıxaraq deyəcəm ki, bizim mentalitetimizdə olan, məsələn, həyat yoldaşınla bunu yaşaya bilməzsən, amma başqa birisi ilə bunu yaşaya bilərsən düşüncəsindən qaynaqlanan bir şeydir. Ona görə də insanların bir çoxunda bu var ki, məsələn, həyat yoldaşınla çox maraqlı bir şəkildə başqa cür olmalısan, nə bilim, deyə bilməzsən, əylənə bilməzsən, tatilə gedə bilməzsən, onu eləyə bilməzsən, bunu eləyə bilməzsən. Bu tip şeylər var. Ona görə də kişinin də təbiət etibarilə o ovçu zehniyyəti üzə çıxanda, qabaranda cinsəl hisslərini artıq baskılaya bilmir və nəticədə başqa arzuların, başqa fantaziyaların peşində olduğu üçün başqa yollara əl atır, başqa münasibətləri əl ata bilir. Bu da yenə də insanın zehnində olan özünə çəkdiyi sərhədlərdən, yəni inanclardan qaynaqlanan bir şeydir. Bu inanclardan azad olduqdan sonra bu problemlərin də əslində qarşısını almaq mümkündür. Bunlar da düzəlir. Biz bunu da görürük. Yəni bu düzələ bilir onda, belə yəni danışılandan sonra. Yəni bu insanın özü bunu düzəltmək istəməlidir. İstək yoxsa necə düzəltmək? Biz indi bu elə bir mövzudur ki, bu mövzular elə şey var ki, gündəlik həyatınızda sizə bir problem kimi qarşınıza çıxır və siz bu problemi həll etmək üçün hərəkətə keçirsiniz, bir şeylər edirsiniz. Məsəl üçün, baş ağrılarınız əgər şiddətlidirsə, davamlıdırsa, arası kəsilməzdirsə, siz istər-istəməz məcbur gedib həkimə müraciət eləyəcəksiniz. Düzdür. Amma bir problem varsa, amma o problem sizi narahat eləmirsə, siz o problemin düzəlməsi üçün bir hərəkət addım etməyəcəksiniz, hərəkətə keçməyəcəksiniz. Yəni əslində biz ona görə problem kimi görək. Bu məsələlər də bizim cəmiyyətimizdə problem kimi görülmədiyinə görə, ona görə də bunun düzəlməsi üçün özü tərəfindən istəkli bir addım atılmır. Başqa mövzularda atılır, amma bu mövzularda atılmır. Bu nə zaman düzələcək? Bu indiki yeni yetişən nəsil ki var, bunlar ki hansı ki biz indi bu videolar çəkirik, müxtəlif maarifləndirici əsərlər yazırıq, YouTube-la videolar paylaşırıq, eləyirik. Çoxlu belə paylaşımlar olur. Bu zehniyyətlə böyüyən yeni nəsil artıq o zehniyyətlə formalaşdığı üçün onlardan sonra gələn nəsildə artıq biz bunun nəticələrini görə biləcəyik. Düzdür. Amma indiki zamanda, yəni bunun kiminsə özü tərəfindən istəkli bir şəkildə addım atılması, dəyişdirilməsi azdır. Az müşahidə edirik biz bunu.